Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir, studiyada Doktor Tutu Zeynalovadır. Bugün çox maraqlı bir mövzu ətrafında söhbət edəcəyik. Bilirəm, hər veriş başlığını deyirəm ki, çox maraqlıdır, amma doğrudan da verilişimiz, qonaqlarımız bir-birindən maraqlıdır. Özüm aparıcıyam deyə demirəm, amma bunu siz də deyirsiniz. Sizdən gələn feedbacklər də göstərir ki, verilişimizdə doğrudan da daha az danışılan, daha çox müzakirəyə ehtiyacı olan mövzuları əhatə etməyə çalışırıq ki, siz də sağ olun ki, bunu bizim üçün qeyd edirsiniz. Bugün mövzumuz ağız və üz çənə cərrahiyyəsi və ümumiyyətlə maraqlı mövzudur. Bu haqda az məlumatlıyıq. Gəlin görək ümumiyyətlə ağız və üz çənə cərrahı kimdir, hansı işlə məşğul olur və ümumiyyətlə Azərbaycanda bu sahədə vəziyyət necədir? Çünki hər gün deyirik, tibb inkişaf edir, hər sahəmiz inkişaf edir. Görək ağız və üz çənə cərrahiyyəsi necə inkişaf edir, yoxsa yox? Qonağımız Azərbaycan Tibb Universitetinin ağız və üz çənə cərrahiyyəsi kafedrasının əməkdaşı, ağız və üz çənə cərrahı Doktor Rəşad Məmmədzadədir. Xoş gəlmisiniz. Xoş gördük. Girişi uzun etdim, amma narahat olmayın. Çox müdaxilə etməyəcəm sizin söhbətinizə. Ümumiyyətlə, doktor, ağız və üz çənə cərrahı kimdir? Nəyi müalicə edir? Çox yerində sualdır. Ağız və üz çənə cərrahiyyəsi stomatologiyadan ayrılan bir ixtisasdır. Amma bunu diş həkimi anlayışından tamamilə ayırmaq lazımdır. Çünki daha geniş bir spektrdir. Bu tədris prosesində də ümumiyyətlə anatomiyada, fizionomiyada və digər fənlər, baş boyun sahəsinə aid olan fənlər stomatologiya üçün daha geniş tədris olunur. Üz çənə cərrahiyyəsinin... Yəni siz stompakı bitirirsiniz əslində, biz üz çənə cərrahları. Amma stomatoloq deyilsiniz. Stomatoloq deyilik deyil, özümüzü ayıra bilmərik. Yəni, ixtisasımıza, belə deyim, nankörlük olar. Amma diş müalicə etmirik. Ağız üz çənə cərrahiyyəsinin predmeti nədir? Qısaca belə deyim. Anadan gəlmə qüsurlardan tutmuş, inkişaf anomaliyalarına qədər, baş boyun nahiyəsinin şiş xəstəliklərinə və yaxud da şişə bənzər törəmələrinə qədər, ağız üz çənə nahiyəsinin, baş boyun nahiyəsinin, üst skeletinin və yumşaq toxumalarının travmalarına qədər öyrənir, məşğul olur. Bunu ağız cərrahiyyəsi və üz çənə cərrahiyyəsi olaraq da ayrı-ayrı bölə bilərik ki, bəzi ölkələrdə bu cür bölünür. Ağız cərrahiyyəsinə daha çox aiddir dişlərin çəkimi, xüsusilə retensiyon dişlərin çəkimi ki, ağıl dişlərinin daha çox retensiyalara rast gəlinir, eyni zamanda köpək dişləri, dördüncü dişlər və s. Dental implantasiya, ağız boşluğundakı kistalar, şişə bənzər törəmələr və s. Üz çənə cərrahiyyəsi daha da genişlənmiş bir hissəni əhatə edir. Belə ki, daha çox üst skeleti travmaları, bu avtoavariyalar, birbaşa travma nəticəsində və yaxud da idman travmalarını, İş qəzaları bura aid eləmək olar. Sırf bu ilə üz çənə cərrahları məşğul olur. Bir neçə xəstəxanada mərkəz yerləşir, eyni zamanda Tibb Universitetinin ağız və üz çənə cərrahiyyəsi kafedrası da bu sadaladıqlarımın hamısı ilə müvəffəqiyyətlə məşğul olur. Azərbaycanda tibbdə ən yaxşı inkişaf eləmiş sahələrdən biridir və bu mənim şəxsi fikrim deyil, yəni həqiqətən belədir. Cəmiyyətiniz varmı? Cəmiyyətimiz var. Bir neçə illər əvvəl Ağız üz çənə cərrahları cəmiyyəti təşkil olundu. Profesor Çingiz Rəhimov cəmiyyətin prezidentidir və çox böyük miqyaslı, çox informativ konqreslər təşkil olunur hər 2 ildən bir. Axırıncı konqresdə 56 ölkədən həm iştirakçılar, həm lektorlar gəldi. Çox gözəl bir konferans keçdi. Təşkilatçılığı da, mövzular da, sonraki qala gecəsinə qədər hər şey çox yüksək səviyyədə planlaşdırılıb düşünülmüşdür. Əla. Çünki belə bir məsələ var ki, üz çənə cərrahiyyəsi sanki gündəmdə deyil. Sanki ancaq travmayla rastlaşanda bizim üz çənə cərrahlarına ehtiyacımız olur və nəzərə alaq və etiraf edək ki, üz çənə cərrahları biraz daha çox estetik əməliyyatlara doğru
plastik əməliyyatları daha çox sevməyə başladı və plastik cərrahiyyə daha çox inkişaf etdi. Bilmirəm, bəlkə daha gəlirli idi ona görə. Biraz keçdi arxa plana və bu haqda daha az danışdılar, daha az müzakirə olundu. Amma görün nə qədər patologiyanı siz əhatə edirsiniz və bugün uğurla Azərbaycanda müalicə edirsiniz. Ümumiyyətlə, elə biz CBC Sportdayıq. İstəyirsiniz, gəlin başlayaq idmançıların ən çox yəqin ki, mən peşə travmalarını əslində vurğulayanda onu nəzərdə tuturdum ki, həm idmançılarda da biz tez-tez travmalar görürük. Varmı müraciətlər? Ən travmatik idman növləri hansıdır üst çənə baxımından? Tamam. Daha çox müraciətlər olur birbaşa kontakt idmanlarında, deyək ki, boksdur, kickboksdur və s. və üst travmaları daha çox rast gəlinir küçə davalarında. Bunu idmana birbaşa aid eləyə bilməsək də, amma bu travmalarla da rastlaşırıq. Boks, kickboks, karate, bunlarda qaydasız döyüş əlbəttə ən çox çənə sınıqlarına rast gəlinir. Çənənin forması da elədir ki, daha tez sınmağa meyillidir. Buna görə sınanda yer dəyişmə az olsun və yaxud da sınıqlardan qorumaq üçün boksçular bite bloklar istifadə edirlər. Bu istifadə olunmalıdır mütləq. Amma bundan başqa sınıq olmasa da burada gizli gedən bir proseslər olur ki, travmanın nəticəsində biz bu müşahidə edirik. Deyək, gicgah çənə oynağı osteoartritləri. Xəstələr çox vaxt bilmirlər ki, nəyə görə ağzı açıb bağlayanda ağrılar var, nəyə görə qulaq oyunlar. Bəli. Bu şaqqıltı səsi. Deyək, bu yəni sırf travmalarla bağlı bir hallardır ki, bundan çox əziyyət çəkilir. Ümumiyyətlə, dünya əhalisinin 67%-ında statistik olaraq gicgah çənə oynağı artritlərinə rast gəlinir. Belə ki, gicgah çənə oynağı ən mürəkkəb oynaqdır orqanizmdəki və ən çox hərəkətli oynaqdır. Açılıb qapanma hərəkətləri ön arxaya, yanlara və s. Ona görə vuranda deyirlər ki, belə vur. İdmançılar yaxşı bilir, hardan vurmaq lazım. Çənəsini sındırın. Həm kövrək rahat tez sınır, həm travma ağrıdan. Oynaq başı kəllə əsasına sıxıldığı üçün bu ağrı şokundan huşun itirilməsinə qədər gətirib çıxarır. Onu boksda o knockdown və yaxud da knockout bu cür baş verir. Maraqlıdır. Yaxşı, indi ya zəlzələdən, ya vəlvələdən bu baş verir. Bir şey ağlıma gəldi, unutmadan soruşum. Böyük tenisdə o zaman belə çıxır ki, travmatik idman növlərinə daxil etmək olur. Çünki o top hər an gəlib üzümüzə dəyə bilər. Dəyə bilər. Top dəyəndə çənə sınığı gözlənilmir, amma oynaq problemi baş verə bilər. Ümumiyyətlə, kobud rəftardan, yəni oynaq çox tez zədələnən bir oynaqdır, gicgah çənə oynağı, çox həssasdır. Müalicəsi həm travmaların, həmçinin də o qeyd etdiyiniz sümükdə yaranan problemin? Bir çox hallarda müalicə cərrahidir. Konservativ müalicələrlə də mümkündür bəzi hallarda eləmək, amma daha çox cərrahidir və müasir dövrdə dəqiqlik baxımından, yəni cərrahi müalicələrə daha üstünlük verilir sınıqlar zamanı. Cərrahi müalicələr zamanı, belə deyək, çünki biraz belə baxanda ağızdır da, biz yemək yeyirik, danışırıq. Bu mənə maraqlıdır, reabilitasiya dövrü. Deyək ki, əməliyyat elədiniz, bu aylarla bağlı mı qalır, sınıq mı olur, necə olur bu məsələ? Düz vurğuluyursunuz. Götürək çənə sınıqlarını. Aydın məsələdir ki, bu pasientlər normal qidalana bilməyəcəklər. İstər əməliyyat olsun, istər konservativ yanaşmada ən az çənə 2 həftə bağlı qalır. Yəni, yuxarı-aşağı çənələr bir-birinə tikilir və dişləm nəticəsində, dişləmdən istifadə edərək şinalanma aparırıq. Dişləri bir-birinə bağlayırsınız. Bir-birinə bağlayırıq və əng sümüyü ilə çənə sümüyünü və yaxud da ki, dişlərdən istifadə edərək Vasilyev şinası ilə şinalayırıq. Məqsəd hərəkətsizlik verməkdir. Necə ki, ayaqda gipsə qoyurlar. Aydın məsələdir, üz nahiyəsində belə bir gips qoymaq mümkün deyil, amma dişləmdən istifadə edərək rezinlərlə dartıb dişləm yerinə oturursa, çənə sümüyü də gəlir yerinə oturur. Əgər sınıq diş sırasındadırsa. Yox, diş sırasından kənardakı sınıqlar üçün əməliyyat birbaşa göstərişdir. Əməliyyat zamanı titan mini plaklardan, mini implantlardan, plastinka deyirik, istifadə edirik, şuruplarla bağlanır. Bunlar daha sonra 6 aydan sonra çıxarıla da bilər, amma adətən çıxartmırıq. Uşaqlarda çıxarırıq, çünki inkişafı pozur, çənə sümüyünün inkişafını pozur.
yetkin insanda çıxarmaya bilirik. Bu istəyə görə və yaxud da əgər iltihablaşma baş verirsə, sonradan infeksiyalaşma baş verirsə, bu hallarda çıxarırıq. Amma belə heç bir problem yaratmır insanın Qətiyyən həyatında. və bizim yanaşmamız ağız daxilidir. Demək olar ki, bütün sınıqlarda, bəzən oynaq başı sınıqlarında qulaq arxası kəsikdən yenə də estetik olaraq görünməyən bir nahiyədən keçib oynaq başlarında müvəffəqiyyətlə ostesintez aparırıq. Digər hallarda kəsiklər ağız daxili olur, üzdə heç bir nöqtə də qalmır və nəticələrimiz çox yaxşıdır. Qane eləyir həm pasientlərimizi, həm də ki, özümüzü. belə xarici defekt olmayandan sonra məncə Əlbəttə ki. məmnuniyyət faizi də çoxdur. Siz üz nahiyəsi, yəni birbaşa bizim belə deyək, vizual İşinizin güzgüsüdür, pasportumuzdur. gizlətmək olmur. Çətindir. Bu nahiyədə işləmək də çətindir. Bu nahiyənin qan və sinir təchizatı da olduqca zəngindir. Barədə çox böyük məsuliyyət və ehtiyat tələb eləyir yanaşmalarda və cərrahi kəsimlərdə. Buna baxmayaraq işimizi sevirik və bizim sahə mütəxəssisləri müvəffəqiyyətlə pasientləri belə deyək, məmnun yola sala bilirlər. Həm də yəqin ki, üst çənə cərrahları güclü olmalıdır da, fiziki olaraq ki, o sümüklə işləyirsiniz, orada fiziki güc də tələb olunur. Yox, kənardan çünki belə bir fikir var. Zehni güc, yəni biliyin gücü daha çox tələb olunur. Nə diş qol gücünə çəkilə bilməz, nə çənə sümüyü qol gücünə, yəni yerinə qoyula bilməz. Burada taktika və düzgün yanaşma daha çox önəmlidir. Ona görə də ümumiyyətlə bütün diş çəkimlərində rengenoloji müayinə və diaqnostika çox vacibdir. Hazır ki, 2D, 3D rengenlər imkan verir ki, biz öncədən planımızı görək, planlaşdıraq, ona uyğun yanaşmamızı seçək. İstər diş çəkimi olsun, istər dental implantasiya olsun. Burada anatomik strukturlar, deyək sinir və yaxud da ki, Haymur sinusu, bunlara olan münasibət nəzərə alınmaqla xüsusi şablonlar hazırlanır. Yəni, həkim implantı artıq öz fantaziyası ilə yox, əvvəlcədən planlaşdırılmış şablona əsasən, protokola əsasən kəsiksiz belə qoya bilir və dərhal üstünü yükləyə də bilirik. Adətən xaricdən gələn pasientlərdə belə eləyirik, çünki onların ölkədə qalma vaxtı az olur. Diş implantları da edirsiniz. Əlbəttə ki, bu birbaşa üst çənə cərrahiyyəsinin predmetlərindən biridir. Və ən çətin hallarda biz implantasiyanı edirik. Belə ki, qaburğadan, qalçadan sümük köçürməklə, sümük hündürlüyünü artırmaqla, xüsusi osteotomiya vasitələri ilə sümüyü həm qorizontal, həm vertikal ölçülərini yüksəldə artıra bilirik. Və çox müvəffəqiyyətlə də implantları tətbiq edirik. Dişsizlik məsələsi də aradan qalxır. Neçə müddət lazımdır bu implantasiya proseduru üçün ki, gəlsin pasiyent normal dişlərdən çıxsın, getsin? İmplantın ağızda yerləşdirilməsi 10-15 dəqiqə maksimum çəkir. Amma bunun sonradan reabilitasiya dövrü, daha dəqiq desək, osteointeqrasiya dövrü uzun olur. Yəni sümüyün o implantı qəbul etmə dövrü, loru dildə desək. Sümüyün o implanta inteqrasiya etməsi. Çünki implant sümükdə implantın üstündə olan yivlərin hesabına qalmır. Əksinə implantın səthində olan xüsusi nano və mikro məsamələr, bunlar qanla qarışır. Daha sonra bu qan sümüyə çevrilir və bu sümüyün implanta daxil olması, yəni inteqrasiyası osteointeqrasiya adlanır. Osteointeqrasiya müddəti aşağı çənədə 2-3 ay, üst çənədə amma ənqidə 5-6 ay olmaqla nəzərdə tutulubdur. Əgər sümük falan hər şey yerindədirsə. Yerindədirsə. Amma bəzi hallar olur ki, dərhal implantın üstünü yükləyə bilirik. Burada implantların da növlərinin əhəmiyyəti var. Eyni zamanda xəstənin yaşı, onun immunosomatik vəziyyəti və bir sıra digər göstəricilər də xüsusi diqqətlə nəzərə alınmalıdır. İmplant mövzusunu ayrıca müzakirə edərik. Çünki söhbətdən də belə başladım ki, mən özüm də çox az bilirəm sən demə bu mövzuda. Əminəm ki, tamaşaçıların da bu mövzuda daha çox maariflənməyə ehtiyacı var. Bir gün ancaq implantlar haqqında danışarıq. Burada doğru bilinən yanlışlar və bütün qaranlıq məqamlara açıqlama gətirərik. Çünki bəzən aldanan insanlar da az olmur. İstehsal ölkəsinə görə güya ki, ən yaxşı implant seçilir. Burada xəstənin vəziyyəti belə başa düşdüm daha vacib məqamlardan biridir ki, xəstəyə uyğun seçilməsi daha vacibdir. Sümüyün vəziyyətinə uyğun seçilməsi, bu immunosomatik vəziyyət nəzərə alınmaqla seçilməsi, göstərişlər, əks göstərişlər, yəni bunlar hamısı diqqət mərkəzində saxlanılmalıdır. Anadan gəlmə
ağız və üzdə yaranan patologiyalar varsa, onları necə müalicə edirsiniz? Burada əməliyyat və reabilitasiya yəni reabilitasiya dövrü, əməliyyat taktikası, reabilitasiya dövrü və xəstə məmnuniyyəti səviyyəsi nə vəziyyətdədir? Tamam, mən istəyərdim konkret misallar üstündə izah edeyim ki, tamaşaçılara daha aydın olsun. Damaq yarıqları və dodaq yarıqları anadan gəlmə qüsurlara aiddir. Bu el arasında dolaşan dodaq, qurdağız kimi tanınır ki, buna qarşıyıq, belə adlandırmaq yəni etik deyil. Bunların müalicəsi cərrahidir. Dodaq yarıqlarında da, damaq yarıqlarında və amma buna sırf cərrahi yanaşmaq doğru olarmı? Əlbəttə ki, yox. Çünki bu əməliyyatlardan sonra yaranmış çapıqlar əngin inkişafının qarşısını alır. Normal inkişaf ola bilsin deyə sonradan valideynlər bu uşaqlara 17-18 yaşına qədər xüsusi diqqət göstərməlidir. Belə ki, bu uşaqlarla həm logopedlər işləməlidir, həm ortodontlar işləməlidir. Lazım olduqda təkrar cərrahi müdaxilələrə ehtiyac olduqda bu olunmalıdır ki, sümüyün inkişafı normallaşdırıla bilsin həkimlər vasitəsilə. Hansı valideyn ki, uşaqların üstündə ciddi durur, dediklərimizə riayət eləyir, bunların uşaqlarında gələcəkdə heç bir problem olmur. Əgər bunlar olmazsa, uşaqlar həm vizual olaraq kompleks yaşayırlar, həm sonradan sosial olaraq komplekslər yaşayırlar ki, bu bəzən deyək oğlan uşaqlarında əgər əng sümüyü inkişafdan qalırsa, deməli çənə sümüyü normadan artıq inkişaf eləmiş kimi görünəcək. Baxmayaraq ki, əslində əng inkişafdan qalıb. Belə olanda hətta bu gələcəkdə bu uşaqların əsgərlik məsələsinə də təsir eləyir. Yəni bunlar əsgərə gedə bilmirlər və sonradan da bir çox yerlərdə defektdir də yəni. Bəli, iş tapa bilmirlər. Bilirsiniz ki, bu dəqiqə çox vacibdir əsgərlik məsələsi. Ona görə mən valideynlərdən birinci xahiş edirəm və sonra həkim kimi tələb edirəm ki, belə bir patologiya ilə dünyaya gəlmiş uşaqlara 5 qat diqqət eləsinlər. Əməliyyatın vaxtının fərqi varmı? Deyək ki, anadan olana neçə ay, neçə gün sonra əməliyyat olunmalıdır? Yoxsa saxlayıb 5, 6, 7 yaşında, nə bilim 15 yaşında əməliyyat etmək olarmı? Ciddi fərqi var. Belə ki, nitq formalaşır adətən yaş yarım 2 yaş arası. Nitq formalaşana qədər damaq və dodaq yarığı əməliyyatları olunduqda, onda bu uşaqlarda gələcəkdə nitqdə tələffüz problemi yaranmır. Çünki dilin damağa toxunması ilə, dilin dişlərə və dodaqlar arasında tələffüzdə hərflər bu cür formalaşır, səslər bu cür formalaşır. O danışmağa başlayanda artıq bu defekt olmur. Olmur, vaxtında üstünə düşüləndə. Dodaq yarıqlarında 4 aydan sonra bu əməliyyat eləmək olar, damaq yarıqlarında 8 aydan sonra əməliyyat eləmək olar. Ümumi anesteziya ilə yəqin ki. Biraz nisbidir. Əlbəttə, ümumi anesteziya bir mənalı. Sonradan da ora qulluq şərtdir. Həm valideyn tərəfindən, həm həkim tərəfindən. Məsələn, süd əmər uşaqdırsa, ümumiyyətlə o patologiya ilə süd içə bilmirlər. Bu bütün valideynlərin ən sevimli sualıdır. Bu suala birazdan cavab verərsiniz. Çünki indi başlasaz cavab verməyə mən sözünüzü kəsmək məcburiyyətinə qalacağam. Gəlin reklamlara baxaq.